ABŞ və Nigeriya silahlı qüvvələrin birgə əməliyyatı zamanı IŞİD-in qlobal rəhbərlərindən birini zərərsizləşdiriblər. Today Press TV xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trump öz sosial şəbəkə hesablarında yazıb. Onun sözlərinə görə əməliyyat ABŞ ordusu və Nigeriya silahlı qüvvələri tərəfindən dəqiq planlaşdırılmış və mürəkkəb missiya çərçivəsində həyata keçirilib. Trump bildirib ki, məhv edilən şəxs Əbu Bilal Əl-Minuki olub və o, IŞİD-in qlobal rəhbərliyində ikinci şəxs hesab edilirdi. ABŞ prezidenti qeyd edib ki, terrorçu Afrikada gizləndiyini düşünsə də, Washingtonun onun fəaliyyəti barədə məlumat verən mənbələri olub. Artıq o, Afrika xalqlarını terror edə və Amerikalılara qarşı əməliyyatların planlaşdırılmasına kömək göstərə bilməyəcək deyə Trump vurğulayıb. ABŞ lideri əlavə edib ki, onun zərərsizləşdirilməsi ilə IŞİD-in qlobal fəaliyyəti ciddi şəkildə zəiflədilib. Trump əməliyyatda əməkdaşlığa görə Nigeriya hökumətinə təşəkkür edib.